Biz bunu gördük, siz bunu gördünüz. Bu möhtəşəm, fantastik, hansı söz desək, yəni bəs etməyəcək. Və bu bizə nəsib oldu, bu bizim millətə nəsib oldu, bizim ölkəyə nəsib oldu. Qarabağ, Qarabağlığını, Qarabağ öz gücünü Lissabonda, Benfica'da göstərdi. 2-0 uduzmaqdan sonra 3-2 qalib gəlmək, yəni belə bir kluba qalib gəlmək və bütün Avropa kimlərini demək olar ki, ayağa qaldırmaq, bütün Türk dünyasını ayağa qaldırmaq Qarabağa nəsib oldu. Gecə ilə Qazaxıstan, Türkiyə, Özbəkistan hamısı coşdu və bunu bizə Qarabağ yaşatdı. 3-2 möhtəşəm qələbə. O ki, hansı ki Qarabağ, onun ümumi 25 milyon avro transfer dəyəri olan klub 335 milyon avroluq komandanı Lissabonda demək olar ki, məhv etdi. Lütfən məhv etdi. Niyə görə? Çünki hətta onların baş məşqçisi belə istefaya yollandı. Bunu kim etdi? Bunu Qarabağ etdi. Bunu Qurban Qurbanovun cigitləri etdi. Eşq olsun Qarabağ.